Bugünkü dərsimiz Amerika Birləşmiş Ştatları 19-20-ci əsrlərdə. Bildiyiniz kimi 17-18-ci əsrlər dünya tarixində demokratik dövlət hesab edilən Amerika Birləşmiş Ştatları yaranmışdır. 19-cu əsr tarixinə baxdığımızda Amerikanın sosial-iqtisadi zətinin inkişafı əvvəlki 18-ci əsrdə olduğu kimi eyni səbəblərdəndir. Qitədən, yəni Avropadan uzaq olması, müharibələrdən uzaq olması, münbit torpaqların olması, əlverişli şəraitin olması və bu səbəblərdən Amerika Birləşmiş Ştatları güclü şəkildə inkişaf eləmişdir. 19-cu əsrin əvvəllərinə baxanda Amerika Birləşmiş Ştatlarının prezidenti Thomas Jefferson olacaqdı. Jefferson Benjamin Franklin kimi Fransada səfir olmuşdu, sonra dövlət katibi rolunu oynamışdı, prezidentin köməkçisi rolunu oynamışdı, İstiqlal bəyannaməsinin həm müəllifi idi, yəni ideya müəlliflərindən idi və Thomas Jefferson prezident seçildikdən sonra daxildə gördüyü tədbirlər nələr olacaqdı. Daxili siyasətinə baxdığımızda burada nəyi görürük? Bütün siyasi rəqiblərini və özünün tərəfdaşlarını dövlətin inkişafı üçün ətrafında toplamağa çalışacaqdı. Sonra bundan sonra ştatlara şəxslər seçərkən onların həm qabiliyyətləri, həm də olduqları yerlərə əsasən seçirdilər. Burada əsas məsələ ştatlar arası əlaqəni daha da genişləndirməkdir. Quldarlıq əleyhinə çıxışlar eləyəcəkdi, lakin quldarlıq elə bilmir. Cənub ştatları buna qarşı çıxır, amma qulların ABŞ-a gətirilməsini qəti qadağan qanun qəbul edəcəkdi. Yaş senzini və seçki senzini ləğv eləyəcəkdi. Artıq seçkilərə azad şəkildə. Bir də məhbuslara və borclulara isə amnistiyalar verəcəkdi. Onlara humanist qərarlar, onlarla bağlı humanist qərarlar verəcəkdi. Bu dövrdə Amerika Birləşmiş Ştatlarının xarici siyasətində əsas prioritet məsələn Avropa ilə münasibətlər əsas rol oynayır. Xarici siyasətində 18-ci əsrin sonlarında bildiyiniz kimi Fransa dövləti Amerikanın İstiqlal Savaşında birinci savaşında ən böyük müttəfiqi idi. Ona görə də Fransa Amerikanın Avropada çox böyük sıx əlaqələri var. Lakin Fransa inqilabından sonra Avropa dövlətlərinin Fransaya qarşı birləşməsi bir növ və bu birləşmə nəticəsində Amerikanın bu məsələyə birtərəf baxması və Fransanın birgə hərəkət etməməsi münasibətləri gərginləşdirəcəkdir. Ki, münasibətlər gərginləşir, çünki Fransa gözləyir ki, Amerika İngiltərəyə qarşı bir mövqe tutsa, amma mövqe tutmayacaq Amerika Birləşmiş Ştatları. Lakin Napolyon direktoriya dövründə hakimiyyətdə olanda bu münasibətlər normallaşır, çünki Napolyon əsas məqsədi İngiltərə və Avropadakı olan məsələlər idi. Amma Napolyonun Luiziyana ştatını İspaniyadan alması 19-cu əsrdə münasibətlər daha da korlayacaqdı. Bunun digər səbəbi isə istəmirdilər ki, güclü bir Fransaya aid bir torpaq, bu torpaq sahəsi Amerikanın yanında həmsərhəd olsun. Ona görə də, lakin buna baxmayaraq 1803-cü ildə Napolyon Avropada savaşlara başlamasına görə böyük xərc tələb edən pullar lazımdır. Buna görə də Luiziyana satacaqdı və Thomas Jefferson Luiziyana almaqla Napolyonla münasibətləri və Fransanla münasibətləri normallaşdıracaqdı. Bu həm də Thomas Jefferson böyük siyasətçi olduğunda ifadəsi hesab edilir. 1812-ci ildə və 1814-cü illəri əhatə edən İkinci İstiqlal Savaşı olacaqdı. Bildiyiniz kimi İngiltərə Avropada Fransaya qarşı müharibə apardı bu dövrdə və Amerikanın Fransaya daşıyan mallarına böyük ziyan vururdu. Həmçinin İngiltərə Amerikadan əvvəlki savaşın da hesabını sormağa çalışırdı, əvəzini çıxmağa çalışırdı. Qarşılığında da Amerika bir növ belə deyək də, həmçinin də Amerikada istəyirdi ki, Kanadanı özünə birləşdirsin və nəticə etibarilə 1812-ci ildə ABŞ İngiltərə ilə müharibəyə başlayır. İngilis qoşunları bunun qarşısında Vaşinqton tuturlar və Amerika xalqı yenidən ayağa qalxır və düşməni ölkədən qovacaq. 14-cü ildə Gent müqaviləsi imzalanacaqdı. Gent müqaviləsinə görə bir növ hər iki tərəf olduğu yerdə qalacaqdı. Kanadaya iddiasından ABŞ əl çəkəcəkdi. İngiltərədə bir növ Amerika əvvəlki müstəmləkəsinə baxmaqdan əl çəkəcəkdi. 1812 və 14 hadisələrini burada qeyd edəcəksiniz, soruşacağam. İngiltərə müharibə aparmaq 19-cu əsrdə ABŞ Fransa ilə oxşar cəhət edir, Osmanlı oxşar cəhət edir, Rusiya ilə oxşar cəhət edir, Çinlə oxşar cəhət, yəni 4 dövlətlə də oxşar cəhət eləyəcəkdir. Sonra bu dövrdə 1823-cü ildə Monroe doktrinası imzalanacaq. Monroe doktrinası nədir uşaqlar? Monroe doktrinası mahiyyəti dünyanı iki qütbə bölən bir doktrinaydı. Yəni yeni dünya və köhnə dünya.
Burada əsas məqsəd Avropanın Latin Amerikası, yəni Cənubi Amerika ölkələrinə bir növ nüfuzunun yüksəlməsinin qarşısını almaq, onun bir növ belə deyək də Latin Amerikasının güclənməsinin qarşısını almaq və bir-birlərinin işlərə qarışmamaq bir doktrinadır. Burada məqsəd ABŞ-ın Latin Amerikasının ölkələri içərisində mövqeyini daha da gücləndirmə siyasətidir. 1823-cü ildə Monroe doktrinasının imzalandığı ildə Qacarlarla Osmanlı arasında müştərək müqavilə imzalanmışdı, onu da qeyd edirsiniz. Sonra bu dövrdə 19-cu əsrin 1-ci əsrdə Amerika Birləşmiş Ştatları bir çox əraziləri satın alaraq öz ştatlarına qatacaqdı və bununla da belə deyək də ölkə ərazisini daha da genişləndirəcəkdi. 19-cu əsrin ikinci yarısına baxdığımızda Amerika Birləşmiş Ştatları iqtisadi siyasi cəhətdən çox güclənmişdi və sənaye istehsalında artıq dünyada birinciliyə doğru gedirdi. Bu dövrdə biz əvvəlki dərsimizi izah edəndə 19-cu əsr, 18-ci əsr Amerikasında dedik ki, Şimal ştatlarının Cənub ştatlarında, yəni Cənub koloniyalarının Şimal koloniyasında fərqlər çox idi. O fərqlər dövlət yaranandan sonra da daha da çoxaldı. Şimal və Cənub koloniyaları arasında və ştatlara çevrildi. Şimal ştatları protestant idi. Şimal ştatları muzlu əmək tətbiq edir. Şimal ştatları kapitalist münasibətdə inkişaf etmişdi, sənaye istehsalatı inkişaf etmişdi. İngilis məhsullarının bura gəlişinə icazə verilmirdi. Cənub ştatları isə plantatorları idi, yəni quldar varlılar idi. Qul əməyindən geniş istifadə edirdilər. Qul əməyini daha çox istifadə edirdilər. Bu tipli bir növ belə deyək də Cənub ştatlarının vəzifələri var idi və 1860-cı ildə belə deyək də Abraham Lincoln prezident seçimində qələbə qazanır və 61-də prezident olur. Buna qarşılıq olaraq çünki Amerika Birləşmiş Ştatlarında iki belə deyək qanat var. Respublikaçılar partiyası və Demokratlar partiyası və Respublikaçılar da quldarlığın əleyhinədir. Abraham Lincoln da quldarlığın əleyhinədir. Buna görə də Cənub ştatları bunu eşidir və ABŞ-dan ayrılırlar və Amerika Ştatlar Konfederasiyasını yaradırlar. Abraham Lincoln bunları separatçı adlandırır və dövlətin belə qiyamçı adlandıracaqdır və 1865-ci illərə əhatə edən vətəndaş müharibəsi baş verəcəkdir. Vətəndaş müharibəsinin baş verməsi Roma ilə, Yunanistanla oxşar cəhət kimi verə bilərsiniz. 61-65-ci illərdə vətəndaş müharibəsi baş verəcəkdir və vətəndaş müharibəsi ilk vaxtlarında bir növ belə deyək də bundan bu arasındadır. Ştatlar Konfederasiyası qələbə qazanır, ABŞ isə məğlub olacaqdır. Bunun digər amilləri, səbəbləri də ABŞ-a, Ştatlar Konfederasiyasına Avropa dövlətlərinin dəstəyi və yardımı edir. Lakin Abraham Lincoln buna görə müəyyən bir addımlar atmalıdır ki, bu addımlar nə olacaqdır? 1862-ci ildə iki qərar verəcəkdir, 62-ci ildə. Bir, homestedlər haqqında qanun, buna aqrar qanun da demək olar. İki isə azad olma haqqında qanun. Homestedlər haqqında qanunun mahiyyəti nə idi? Homestedlər haqqında qanunun mahiyyəti bu idi ki, hər bir Amerikalıya 65 hektar, 160 akı torpaq sahəsi veriləcəkdir, hansı ki, onların vətəndaş müharibəsində iştirak etməsinin əsas şərti bu idi. Və bu torpağı paylanan şəxslərə şərt qoyulacaqdır ki, qul əməyindən istifadə olunmayacaqdır və əkib becərməli idi. Və beləliklə kəndlilərin aqrar məsələsini həll edir, onları öz tərəfinə çəkir. Azad olma haqqında qərar isə 62-də verildi, 63-də tətbiq ediləcəkdir. Artıq insanların ağdərili və qaradərili olmasına baxmayaraq hamısı Amerika Birləşmiş Ştatları vətəndaşı sayılırdı və onlara bir çox hüquqlar veriləcəkdir. Qaradərlilərə hüquqlar verilir. Bu isə qaradərlilərin Ştatlar Konfederasiyasının tərkibində vuruşan qaradərlilərin silahı yerə qoyulmasına nəticələnəcəkdir. Və nəticə etibarilə 1865-ci ildə ABŞ qələbə qazanır, Ştatlar Konfederasiyası süqut edir, Amerikanın öz ərazi bütünlüyünü bərpa edəcəkdir. 65-ci ildə elə bir neçə gün, vətəndaş müharibəsindən bir neçə gün sonra isə Abraham Lincoln sui-qəsd nəticəsində öldürüləcək. Lakin buna baxmayaraq, vətəndaş müharibəsi nəticəsində quldarlıq ləğv olunacaqdır, homestedlər haqqında qanun, aqrar məsələ həll olunacaqdır, Amerika separatçılığı dayandırılacaqdır və Amerikanın ərazi bütünlüyü bərpa olunacaqdır və separatçı qüvvələr ləğv olunacaqdır. 66-cı isə konstitusiya dəyişikliyi eləyirlər. Bu, bilirsiniz, 1791-dən oxşar cəhətdir. 66 konstitusiyasına görə ağdərlilərlə qaradərlilərə eyni hüquqlar veriləcəkdir. 1960-cı illər tarixinə baxdığımızda 1867-ci ildə Rusiya dövləti Alyaskanı
ABŞ-a satacaqdı. Çünki Rusiya düşünürdü ki, Kanada vasitəsilə Alyaska keçib İngiltərə Rusiyaya hücum eləyə bilər uzaq şərqdə. Ona görə də bunun qarşısı almaq üçün onu ABC-a satır 7.2 milyon dollara. Sonradan isə Alyaska çox böyük bir belə deyək də yeraltı sərvətlərinin zəngin bir ölkə, ərazidir. Rusiya isə bunu çox qiymətləndirə bilmir. 19-cu əsrin sonu 20-ci əsrin əvvəlinə baxdığımızda Amerika Birləşmiş Ştatlarında biz iki prezidenti görürük. Bir Theodore Roosevelt, iki Woodrow Wilson. Theodore Roosevelt'e baktığımızda 1900-1903 dünya iqtisadi böhranı ABŞ-dan da yan keçməyəcəkdi. Lakin islahatlar keçirəcək Theodore Roosevelt. Daxili siyasətə trestlər əleyhinə qanun qəbul. Trestlər nədir? Bayaq dediyimiz inhisarçı birliklərdir. İri şirkətlərin nüfuzunu azaldacaq, iri şirkətlərin nüfuzu sarsıdacaq bir qərarlar verəcəkdir. Trestlər əleyhinə qanun qəbul edəcəkdir və trestləri bir növ mövqeyini zəiflədəcəkdir. Bir çox sahələrdə islahatlar keçirəcəkdir. Xarici siyasətdə ABŞ, Çin və uzaq şərqdə nüfuzunu artıracaqdır, Avropada nüfuzunu artıracaqdır və Latın Amerikasında böyük dəyənək siyasəti yeridəcəkdir. Yəni onları tabe eləməklə, zorakı yolla tabe eləyəcəkdir, asılı hala salacaqdır. Woodrow Wilson dövrünə yeni demokratiya dövrü deyilir bu dövrə. Daxildə o da trestlər əleyhinə gömrük, bank, vergi sahəsində islahatlar keçirir. Xarici siyasət isə ABŞ-ın bu dövrdə 1-ci Dünya müharibəsinə qoşulacaqdı və Paris konfransına qoşulacaqdı. Yəni bunu bilsəz tam şəkildə bəs eləyəcəkdi. Bu da sizin Amerika Birləşmiş Ştatları dərsiniz.